Seyid Əzim Şirvani, İskəndər və Divanə. Bir gün İskəndər seyrə çıxmışdı. Bir cavana rast gəldi. Bu cavan başı açıq, dəli divanə, tərk diyar ora-bura gedirdi. Şah cavanı görüb ona yaxınlaşdı. Dedi: "Mən dövrün padşahıyam, bu diyarın sultanıyam. Nəcabətli, dərya kimi səxavətliyəm. Hər nə arzun varsa, de yerinə yetirəcəm." Divanə gənc dedi: "Ey məğrur şah, mənə belə şeylər lazım deyil. Məni bu milçəklər xəstə salıb, dəli edib. Bu saat bunları məndən kənar edə bilərsənmi?" Şah oğlana dedi: "Ay divanə, məndən elə şey istə ki, gücüm çatsın." Divanə gülüb dedi: "Ey şah, bəs deyirdin, hər şeyə qadirsən. O qədər də qüdrətli deyilmişsən ki, sənin gücün bir milçəyə çatmırsa, bir kəsə nə kömək elə bilərsən? Elə sən də mənim kimi acizsən."